Dekabr ayının 4-ü axşama doğru və 5-də Avropanın mərkəzi və şərq rayonlarında orta troposferdə atmosfer təzyiqində bir xeyli artım gözlənilir. Rusiyanın qərbində isə atmosfer təzyiqində azalma gözlənilir. Eyni zamanda Aralıq dənizinin şərq rayonlarında da atmosfer təzyiqində azalma gözlənilir. Avropanın İSKB modelinin yenilənmiş məlumatlarına təhlillərinə əsasən dekabr ayının 1-ci həftəsi ərzində Rusiyanın qərb rayonlarında, Qərbi Sibir ərazisində, eyni zamanda Aralıq dənizinin şərq rayonlarında, yəni Türkiyə ərazisində orta troposferdə atmosfer təzyiqinin, yəni troposferin 4-6 km yüksəkliklərində troposferdə atmosfer təzyiqində azalma gözlənilir. Bu da şimaldan Arktikara və Qərbi Sibirdən soyuq hava dalğasının Qafqaz regionuna müdaxiləsi ehtimalını dekabr ayının 1-ci həftəsində 35-40% yaxın edir. Aralıq dənizindən daşınması gözlənilən rütubətli hava axınları ilə Rusiyanın daxil olan soyuq Arktik və soyuq Sibir siklonlarının Qafqaz regionunda bir-birlərinin qarşılaması fonunda dekabr ayının 1-ci həftəsi ərzində Qafqazlı hava şəraitində kəskin soyuma ehtimalı və sulu qar və qar yağma ehtimalı var. Bu ehtimal hazırda bu gün 35-40%-ə yaxındır. Yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Amerikanın NOAA modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən dekabr ayının 1-ci həftəsi ərzində Rusiyanın qərbindəki geniş əraziləri əhatə etməsi gözlənilən güclü qış fırtınasının bir qolunun da Şimali Qafqazın Cənubi Qafqaz, Azərbaycan arasında daxil olması gözlənilir. Yəni bu, Amerikanın NOAA modeli də Avropanın İSKB modeli kimi eyni siqnalı verir. Deməli, həqiqətən dekabr ayının 1-ci həftəsi ərzində Qafqaz regionunda hava şəraitində kəskin soyuma ehtimalı var. Bu ehtimal hazırda 31-40%-ə yaxındır. Artıq tədricən dekabr ayının 6-sı və 7-sində isə bu sistemin ərazidə bir qədər də güclənməsi gözlənilir. Rusiyanın qərbində, Avropanın şimal-şərqində, Şimali Qafqazda, eyni zamanda Qərbi və Mərkəzi Sibir ərazisində geniş əraziləri əhatə etməsi gözlənilən bir orta troposferdə geniş bir siklon sisteminin, soyuq nüvəli siklon sisteminin ərazidə qar boranına səbəb olması gözlənilir. Bu sistemin bir qolunun da Qafqazın şimalından Qafqazın cənubuna daxil olması ehtimalı var. Aralıq dənizinin şərqindən də rütubətli hava axınlarının Qafqaz regionuna daxil olması və ərazidə soyuq Arktik və Sibir siklonlarının qarşılaması fonunda Qafqaz regionunda dekabr ayının 1-ci həftəsində Amerikanın NOAA modelinin yenilənmiş məlumatlarının təhlillərinə əsasən qar fırtınası, yəni qar soğuğunu, qar fırtınası, boran ehtimalı var. Bu ehtimal hazırda 35-40%-ə yaxındır.